Yol üstü bir kilise daha gördük, dayandırdık. Burada deməli başında mütləq örtüyü olmalıdır. Bir də altda gördüyünüz kimi mən də əynimə geyindim. Belə bir ətək bağlayırsan bu şəkildə və sonra ibadət üçün içəri daxil olmaq olar. Müsəlman qanunlarındakı kimi üstdə olmalısan və ətəkdə olmalısan. Sol tərəfdə şam verdilər. Sol tərəfdə ölənlərin ruhu şad olsun deyə ölənlərin ruhu üçün yandırmaq olur şamları. Sağ tərəfdə isə niyyət tutub dua edib arzu istəklərimizi istəyərək şam yandıra bilərik. Belə incə şamlar çox adam bilir. Burada İsa Peyğəmbərin şəklini çəkiblər. Bundakı bunlar alov olan müqəddəs ruh deməkdir. Müqəddəs ruhla da olur, alov göstərilir. Hər iki tərəfi də sağ, sol. Və orada yazılar alfa, omega deyilir. Mən əvvəl və son mənəm. Я есть начало и конец, альфа и омега. Şamı yandıracağım indi birazdan. Dua edeceğim. Ve